Biləsuvar rayonunda maraqlı və müəmmalı bir hadisə baş verib. Hadisənin əsas fiquru 50 yaşlı fermer Tacəddin Əliyev və onun fermasına görüşə dəvət etdiyi iki qadındır. Tacəddin Əliyev uzun illər kənd təsərrüfatı ilə məşğul olub və fermasında müxtəlif heyvanlar saxlayıb. Hadisə baş verən gün o iki qadını Aygün və Səminəni adları şərtidir fermasına dəvət edib. Onlar hər biri bir quzu qarşılığında görüşə razılaşıblar. Görüş zamanı açıq havada içki məclisi təşkil olunub. Lakin qısa müddət sonra Səbinə çantasındakı zinət əşyalarının yoxa çıxdığını bildirib. Bu, tərəflər arasında mübahisəyə səbəb olub. İstintaq materiallarına əsasən Tacəddin mübahisə zamanı əsəbləşərək qadınlara fiziki güc tətbiq edib və onlara yüngül xəsarətlər yetirib. Daha sonra qadınların fermadan çıxmasına imkan verməyərək onları içəri salıb və qapını bağlayıb. Qaçışlarının qarşısını almaq üçün isə itləri zəncirdən açaraq ətrafda sərbəst buraxıb. Bu səbəbdən Tacəddin Əliyevə 2 nəfəri qanunsuz azadlıqdan məhrum etmə ehtimalı irəli sürülüb. Zərər çəkmişlərdən biri özündə telefon saxladığı üçün hadisə barədə polisə məlumat verə bilib. Bir neçə saat sonra hüquq mühafizə orqanları hadisə yerinə gəlib və qadınları xilas edib. Tacəddin məhkəmə zamanı ittihamları qismən qəbul edib, lakin qadınları zorla saxlamadığını, onların öz hərəkətləri nəticəsində xəsarət aldıqlarını iddia edib. Zərər çəkmişlər isə hadisənin bütün detallarını təsdiqləyiblər. Biləsuvar rayon məhkəməsi Tacəddin Əliyevi təqsirli bilərək ona 3 il həbs cəzası verib. Məhkəmə onun azyaşlı övladlarını nəzərə alaraq cəzanı müəyyən güzəştlərlə tətbiq edib. Apellyasiya məhkəməsi isə hökm qüvvədə saxlayıb. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.